Allah niye dərhal ədalət yaratmır? Zalimlar niye cezasız qalır? Bu sual çox insanın beynini qarışdırır. Dünyada haqsızlıq olur, pislik edənlər rahat yaşayır. Yaxşı insanlar isə çətinlik çəkir. Bəs niyə? İslamda bunun cavabı budur. Dünya ədalət yeri deyil, imtihan yeridir. Ədalət isə tam şəkildə axirətdə qurulacaq. Quran buyurur, heç kəsə zərrə qədər belə zülm edilməz. Nisa 40. Allahın dərhal cəza verməməsi ədalətsizlik deyil. Bu insanlara tövbə etmək, dəyişmək və düzəlmək üçün verilmiş müddətdir. Çünki Allah mərhəmətlidir və insanlara fürsət tanıyır. Zalimlar bu dünyada cəzasız qaldı kimi görünə bilər. Amma bu yalnız bir gözləmə müddətidir. Əsl ədalət gecikmir. Sadəcə doğru zamanda gəlir. Dünyada qaçan, axirətdə mütləq tutulur. Yaxşı insanın çətinlik çəkməsi isə onun imtihanıdır.